Benzinin qiyməti səhv etmirəmsə biraz Beş qəpik. artım oldu. Çünki mən ayda bir dəfə benzin vururam, onu da deyə bilmərəm. Yağın qiymətində artım oldu mu? Yağın qiymətlərində hələ ki artım yoxdur. Şükürlər olsun. Yəni ki, hal-hazırda bizdə 15 manatdır. Məsələn 5.30, 5W30 hansı ki, onun müxtəlif çeşidləri var. Onlar çəlləkdən 15 manatdır. Amma 4 litrli kanistralarda litri 20 manata düşür. Kanistrası 80 manat. 0.20'lər 22 manatdır 1 litri. 0.16'lar 23 manatdır. 5.40'lar çəlləkdən 14 manatdır. O da kanistrada 4 litrəsi 75 manatdır. Və 10W40'ların isə çəlləkdən litri 11 manatdır. O da kanistrada isə 4 litrəli 55 manatdır. Onda litri 11 manata düşür. Qiymətlərimiz hələ ki dəyişməyib. Biz çalışırıq qiymətləri sabit saxlayaq, amma bazarın da müəyyən tələbləri olur. Son vaxtlar demək olar ki, biz son bir neçə il qiymətlərə toxunmamışıq. Amma ki, bunu artıq hiss edirik ki, çətinliklə üzləşirik. Çünki bütün bazarda demək olar xərclər hamısı nəqliyyat xərcindən tutmuş, hamısı yüksələ gedir.